Azərbaycanda ilk inklüziv kaşalata kafenin də müəllifisiniz. Bu kafe necə yarandı? Bunun bir xüsusi hekayəsi varmı? Həmzə özü məsələn mənə bu mövzuda bir fikir verdi. Bir gün əlində yemək yeyirdi, salat yeyirdi. Əlində qaşığı tutaraq salatı məsələn o qaşıqla yediyi müddətdə qaşığa baxdı və dedi kaşıq. Sonra salata baxdı, dedi salata. Sonra iki kəlməni bir anlıq birləşdirdi, dedi kaşalata. Və masanın üstündə bir neçə növ yemək var idi. Döndü, onlardan birinə baxdı və uzatdı əlini, dedi ki, ana mənə kaşalata verərsənmi? Və bir müddət bütün yeməklərə kaşalata adını deməyə başladı. Məsələn, mən o gün, o an, o kəlməni eşitdiyim zaman gözlərim doldu və bir xəyal qurdum. Dedim ki, bir gün gələcək Azərbaycanda bir kafe açarıq və o kafenin adını kaşalata qoyarıq və kaşalata da məsələ elə bir məkan olar ki, bir çox neyromüxtəlifliyi olan gəncə, Həmzə də onların timsalında işıq saçar, bir ümid qapısı olar və iş imkanı təqdim edər. YouTube kanalımıza abunə olun.